Qarabazarda dəyəri 90 milyon ABŞ dollarından artıq olan heroin aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən APA-ya verilən xəbərə görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək qanunsuz dövrədən çıxarılıb. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Estoniya Respublikasına kafel yapışdırıcısı yükü aparan vaqon Astara Dəmir Yolu Gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-ündə xüsusilə külli miqdarda qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə heroin aşkar edilib. Qeyd edilib ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarındakı təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır. Faktla bağlı araşdırma aparılır.